Bakü-Tbilisi-Ceyhan, Bakü-Tbilisi-Erzurum sayəsində və Cənub qaz dəhlizi boru kəməri sayəsində Azərbaycan nefti 25 ölkəyə, təbii qazı isə 12 ölkəyə çatdırmışdır. Ötən il 75%-dən çox neft ixracı və 51% qaz ixracı Avropa bazarlarına çatdırılmışdır. Qısa müddət ərzində Azərbaycan dünyanın aparıcı boru ixracı ölkələrindən birinə çevrilmişdir. Hal-hazırda Avropa İttifaqına 7% ixraca malikdir və dünyada 4-cü yeri tutur boru kəmərli vasitəsilə ixrac edən ölkələr arasında. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün növ enerji resurslarına böyük diqqət yetirir. Xüsusilə də ixrac infrastrukturunun gücləndirilməsi Azərbaycanın nəinki strateji mövqeyini gücləndirmişdir. Həmçinin də etibarlı enerji modelini ortaya qoymuşdur. As a trusted energy supplier,